bidət əhlinin halını bəyan eləmək. Onların batillərini üzə çıxarmaq məsələsi. Elə bir formada onların batillərini üzə çıxarırıq ki, nə azaltmırıq, nə də başqa bir yazmırıq, nə də sadiqlikdən kənara çıxmırıq. Doğruluqdan kənara çıxmırıq bu işdə. Nə gerçəkliyi azaltmırıq, nə də artırmırıq. Bax, necə ki, Əbul Abbas el-Qarafi, rahiməhullah, 684-cü ildə vəfat edib. Əhl-i imamlarından olub. Deyir ki, bu bidət tayfalar ki var, onlar haqqında insanlara bəyan etmək, onların eyiblərini insanlara bildirmək və onların doğru yol üzərində olmadığını bildirmək yaxşı bir işdir. Belə eləyirsən ki, deyir, لِيَحْذَرَهَا النَّاسُ دُعَفَى وَلَا يَقَعُوا فِيهَا. Bidət əhlinin, onların başçılarının yollarını, o batillərini insanlara çatdırırsan, onların haqq üzərində olmadığını, batillərini insanlara izah eləyirsən ki, zəif insanlar onlardan çəkinsinlər, onların batillərinə düşməsinlər. Və həmən o məfsədə fikirlərdən, xarab fikirlərdən mümkün qədər neynəsinlər uzaq dursunlar. Yəni bunu eləyirsən ki, sən o zəif insanları aldatmasın. Çünki bidət əhli ən birinci kim elir? Elmsiz insanları, zəif insanları neyinlər? Azdırırlar. Sən bunu bəyan eləməklə insanlara bidət əhlini, həmən insanları qorumuş olursan. Amma bir şərtlə. Hətta bidət əhli olsa belə, bir şərtlə ki, doğruluqdan kənara çıxmırsan. Bidət əhli də olsa onlara iftira atmırsan, böhtən atmırsan. Bax, bu əhl-i-sünnə və cəmaət mənhəci. Əgər bir insanda bidətlər varsa və ya bir insan bidətçi isə, onun o düşdüyü bidət, onun pisliyinə, onun düşdüyü yolun pisliyinə, ondan uzaq durmağa kifayətdir. Ona artıq böhtən atmağa, artıq şər atmağa ehtiyac yoxdur. Çünki, bax, bunun məfsədəsi var. Sən bidət əhlində olanı saxlaya, ona iftira atırsan, böhtən atırsan, sabah o bidətçi çıxır deyir ki, ay cəmaat, vallahi, billahi, tallahi, o mənə böhtən atır, iftira atır. Bax, bu da sübut, bu da dəlil. Ha, amma nə olur? Onun həqiqətən ortada olan bidəti isə qalır kölgədə. Sən bidətçiyə iftira atmaqla, böhtən atmaqla onun bidətini gizlətmiş olursan. Çünki o bidətçi hiləgər bir şəkildə nə edir? O, sənin attığın böhtanı, belə deyək ki, iftiranı qabardır ortaya qoyur, öz bidətini isə, həqiqi bidətini isə gizlədir. Amma sən ona kömək eləyirsən əslində. Ona görə nə eləməlisən? Ədalət, görürsən, doğruluq, sidq, doğruluq. Bidətçidir, həmən bidətini sən ortaya qoy. Sübutla, dəlillə, elmlə. Ortaya qoy, kifayətdir vallahi. Daha ona böhtən atmağa ehtiyac yoxdur. Onun zəlil olması üçün, rəzil olması üçün onun bidəti ona kifayətdir. Qurana müxalif olması kifayətdir. Sünnəyə müxalif olması kifayətdir onun rəzil olmağına. Dayandan böhtən atma. Zina elədi, içki içdi, oğurluq elədi, adam öldürdü və s. filan yerə nəmlə ehtiyac yoxdur onlara. Yəni niyə böhtən atsan? Sabah sənin attığın böhtən ortaya qoyacaq və onun ətrafındakı insanlar da biləcək ki, həqiqətən bu böhtandır. Deyəcəklər, görürsən, şeyximizə böhtən atır. Şeyximizə iftira eləyir. Böhtən atır. Vallahi iftira atır, billahi iftira atır. Hamısı bilir axı yanındakılar. Amma sən həqiqətən onun o bidətini izah eləyəndə, onun üstündə duranda bir dənəsi kifayətdir məsəl üçün. Artıq onun ətrafındakı insanlar da görəcək ki, həqiqətən bu işin sahibidir, bu bidətin sahibidir və bu həqiqətən Quran və sünnəyə müxalif imiş. Başa düşdünüz, qardaşlar? Həm bu iki tərəflidir də məsələ. Həm onsuz da sənə icazəli deyil, bidətçi də olsa yalan danışmaq onun haqqında, kafir haqqında belə böhtən atmaq, iftira atmaq icazəli deyil. Bu birinci tərəf. İkinci tərəfi də sən böhtən atan da, iftira atan da, sən onun bidətini gizlətməsinə və sıyrılmasına sən kömək eləmiş olursan. Sonra həmçinin sələflərin mənhəcindəndir ki, qardaşlar, əgər bir bidət firqənin və ya bir bidətçinin bidətləri insanlar arasında yayılmayıbsa, onun bidəti haqqında danışmamaq. Danışmırsan, sən danışıb onu məşhurlaşdırmırsan, yalandan bidətini danışmırsan. Ha, nə vaxt danışırsan? Artıq görəndə ki, onun bidəti yayılır, bu zaman onun bidətini ortaya qoyursan və insanları ondan çəkindirirsən. Amma yoxsa, hansısa bir şəhərdə, hansısa bir ölkədə bir bidətçi çıxıb, bir bidət fikirləri var, etiqadda, mənhəcdə və s. durub, bu ölkədə isə, bu şəhərdə, kənddə isə salamatçılıqdır, o bidətdən heç kimin xəbəri də yoxdur. Sən başlayırsan,
başqa ölkədə olan hansısa bidətçidən danışmağa, o bidətçinin bidətlərindən danışmağa, onun etiqadda zəllətlərindən, xətalarından, ayıblarından danışmağa, sən nəticədə onu elə özün burada reklam eləmiş oldun. Özün burada onu yaymış olursan. Ona görə bu sələfin mənhəcidir. Mənhəc budur. Əgər bir bidət bir bölgədə yayılmayıbsa, yoxdursa, onun haqqında heç danışmırsan. Sən haqqı danış. Sən Quranı danış, sən sünnəni danış, qoy insanlar onu öyrənsinlər. Və yaxud da ortada hal-hazırda yayılmış bidətlər varsa, onlardan çəkindir. Afrikada bidətdən, əgər burada insanlar ondan xəbəri yoxsa, sən onu gəlib burada niyə danışıb məşhurlaşdırırsan ki? Ona görə olmaz. Sələflərin sözünə bax. İzə laqitə sahibə bidətin qad əxədə fi tariqin fəxuz fi tariqin əxər. Sən görsən ki, bidətçi bir yol tutub, səni başqa yol tut get. Ondan yolu belə üst-üstə salma. Qaldı ki, hələ məclisin, yemə, içməyin, söhbətin. Qaç ondan, viruslu xəstəlik kimi qaç. Bilsən ki, bir adamda viruslu xəstəlik var. Quduzluq var, nə var, nə var. Ona yaxınlaşarsan, başqa yoluna gəl. Bidətçidən ondan da bətər qaçmalısan. Bidətçiyə susmaqdan daha güclü bir rədd yoxdur. Bu kimlər haqqındadır? Hələ bidəti yayılmamış bidətçilər haqqında. Bax, bunu düzgün anlayaq. Kiminsə bidəti artıq yayılıbsa, ortalıqdadırsa, insanlar şübhəyə düşürsə, onun haqqında danışmaq lazımdır, onun bidətinə rədd vermək lazımdır, gözəl şəkildə, hikmətlə, dəlillərlə, sübutlarla. Və onu susturmaq lazımdır, onun bidətini söndürmək lazımdır. Amma əgər bir insanın bidəti hələ yayılmayıbsa, onu danışıb, onun haqqında danışıb, onu məşhurlaşdırmaq olmaz. Sadəcə susursan, ona heç fikir vermirsən, yoxmuş kimi davranırsan, o bidəti özün eləyir, sönüb gedir. Elə insanlarda xəstəlik olur, qəlbləri xəstə olur. Məşhurlaşmaq istəyirlər və ortalığa düşmək istəyirlər, insanların diqqətini çəkmək istəyirlər. Ona görə sən gedib onunla danışanda daha da özünü bir şey hesab edir. Gedir, daha da başqa bidətlər axtarır, tapır, ortaya çıxardır ki, qoy insanlarla belə diskusiyaya girsin. Ona görə görürsən ki, əgər onun bidəti insanlara yayılmır və yaxud da o danışmır bidəti haqqında. Məsələn, elə insan var ki, özündə bidət var, amma ətrafında heç kimə demir. Sən gəlib onu rəddiyə vermə, heç öz tərpətmə onu. Firavinin işi rəddiyə vermək deyil. Əgər sən elm əhli deyilsənsə, bidət əhlinin, firqələrin şübhələrini təfsilatlı bir şəkildə bilmirsənsə, o sənin qarşıva hansı şübhəni çıxara bilər, onu bilmirsənsə, sən susursan, gözünü də yumursan, qulaqlarını da tutursan, qaçırsan. Siravi insanların bidətçilərdən qaçmaqdan başqa yolu yoxdur. Əgər sən siravisənsə, bidət əhlinin şübhələrini təfsilatlı bir şəkildə bilmirsənsə, ona rəddi də təfsilatlı bir şəkildə bilmirsənsə, necə ona rədd vermək lazımdır, hansı şübhəni gətirə bilər, sən onunla heç danışmağın düzgün deyil.